və məğrib işa namazlarının vaxtı ixtiyari halda gecə yarısına qədər davam edir. Amma üzürlü bir şəxs üçün, məsələn, unudubdur və yaxud da ki, yatıb qalıbdır. Bu və bunun kimi səbəblər daxilində şam və işa namazlarının vaxtı sübh azanına qədər uzanır. Əgər kimsə səhvən işa namazını şamdan əvvəl qılsa və namazdan sonra başa düşsə ki, şamı qılmayıbdır, onun qıldığı işa namazı doğrudur. Amma işa namazının ortasında yadına düşübdür ki, yox, mən hələ şamı qılmamışam, onda elə zöhr və əsr namazında dediyimiz kimi. Həmin o insan namazın daxilində niyyətini dəyişəcək və deyəcək ki, mən indiyə qədər qıldığım namaz şam namazı sayılsın. Əgər ixtiyarı özündə olduğu halda şam və işa namazlarını qəsdən gecə yarısına qədər qılmayan şəxs o namazların niyyətində qəza və yaxud da ki, əda, yəni öz vaxtının niyyətini eləməyəcək. Sadəcə niyyətində deyəcək ki, boynumda olan şam namazını qılıram qurbətən ilallah.